BMW-nin N mühərriklərində istifadə olunan orijinal BMW qrup və saxtası. Gəlin müqayisə eləyək. İlkin görünüşdə saxta daha kiçikdir, orijinal isə daha böyükdür. Saxtanın qabın səthi daha şimaldır, orijinal isə nisbətən çopurdur və orijinalın kağızın ikinci emala yararlılıq işarəsi var. Ön tərəfinə baxaq. Ön tərəfinə baxanda orijinalda Made in Germania sözündən əlavə DU işarəsi var. Saxtada isə DU işarəsi yoxdur. Orijinalda Matrix, saxtada isə QR kod. Alt hissəsinə baxaq. Orijinalın üstünün qapağı necədirsə, alt hissəsi də o cürdür. Saxtada isə üst qapaqla alt hissə tam fərqlidir. Gəlin qutu açılımı eləyək. Orijinalı açırıq. Açarkən sağda, solda nisbətən təxminən 1 sm yarım ölçüdə kleylər var. Saxta isə sadəcə belə açıldı. Saxtanın klapan və salnik dəsti, hansı qablaşdırmada duxda bir kağız salafan. Orijinalın probkası, salniki, ideal formada bir salafan. Salafanın üzərində məhsulun ikinci emala yararlılıq işarəsi. Filtrlərin özünü müqayisə eləyək. Həcmcə orijinal daha böyük, saxta isə daha kiçikdir. Əsas üst hissəyə baxaq. Üst hissədə kağızların üzərində olan yazılar nəzərə çarpır yəqin videoda. Amma bu nəzərə çarpandan əlavə bir sözdür. Burada sanki kraska ilə yazılmış bir yazıdır. Burada isə nisbətən döymə kimi, yəni filtrin üzərinə oturub bu yazılar. Həm də kraska ilə yox, sanki onu ora yazan avadanlıq onu ora yandırma yolundan yazır. İç hissəsinə də nəzər salsaq, orijinalda sadəcə, saxtada sadəcə ümumi səth var, orijinalda isə belə bir xətlər var. Ümumi təbii belə də baxanda müəyyən keyfiyyət hiss olunur. Bu cür. Çalışın özünüzü saxta məhsullardan qoruyun.